Bu gün tarix təkrarlanır və bu gün də zamanəmizdə yer üzündə tuğyan edən fasiqlər, zalimlar, tağutlar vardır. Lakin onlar da bizdən öncəkilər kimi Allahın əzabından qurtula biləcəklərmi? Əsla və əsla qurtula bilməyəcəklər. Bəqərə surəsinin 38-ci ayəsini, Qaf surəsinin 36-cı ayəsini göz bəbəyiniz eləyin və bir şeyi də qeyd eləmək istəyirəm ki, buradan bizim anlamamız gereken bu dərsdən nədir? Öncelikle bilməliyik ki, elm tələb etmək, elm öyrənmək vacibdir. Dini bilməyən, İslam dinini bilməyən insan, mən müsəlmanam deyib, İslam dinini bilməyən insan həlak olmağa məhkumdur.